Allahümme salli ala Muhammed ve ali Muhammed. Elhamdülillahi Rabbil alemin vel akibetu littaqva vel yakin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Habibina habibi ilahil alemin Ebil Qasim Muhammed sallallahu aleyhi ve aleyh tayyibine tahirin ve lanetullah ala a'daihim ecma'in. من الآن إلى قيام يوم الدين أما بعد قال الله تعالى في كتاب الكريم بسم الله الرحمن الرحيم إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم وإذا تليت عليهم آياته زادتهم إيمانا وعلى ربهم يتوكلون وَالَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ Sadaqallahul aliyyul azim. Allah Teala bu cuma gününü bütün Müslümanlara mübarek eylesin. Allah ibadet ve itaatlerimizi kabul eylesin. Allah Teala dualarımızı kabul eylesin, müşküllerimizi halleylesin inşallah. Allah dövlətimizi, millətimizi, bayrağımızı həmişə uca eləsin. Allah Teala şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur eləsin. Xüsusən bugünkü günlər, aylar şəhidlərimizin günləridir. Yəni 5 il bundan qabaq ki, müharibədə şəhidlərimiz oldu və bugünkü günlərdə çoxlu şəhidlərimiz gəlirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin və cəmi yaxınlarına da səbr əta eləsin. Allah ordumuzu qorusun inşallah, əskərlərimizi düşmən gülləsindən, hiləsindən mühafizə eləsin. Bildiyimiz kimi bu günləri cümə günüdür və bu cümə günündə bütün müsəlmanların bir yerə cəm olması, bir yerdə namaz qılması, bir yerdə ibadət və itaət eləməsidir. Bu da insanların, müsəlmanların birliyini ifadə edən və bir yerdə olması, bir yerdə cəm olması insanların möminliyin nişanəsindən sayılır. İslamda möminlik bir sifətdir ki, Allah Teala o mömin insanları tərif eləyib və o mömin insanları cənnətlə, behiştlə müjdəliyib və Quran-ı Kərimdə də onun sifətlərini bəyan eləyir. İslamda bir müsəlman var, bir də var mömin. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, hər bir mömin müsəlman ola bilir, amma müsəlmanın mömin olması çətindir. Elə bir yerə yetişərsən ki, bəli, möminlik dərəcəsindən müsəlmanlıq dərəcəsinə düşmək asandır. Amma istəyərsən müsəlmanın bir möminlik dərəcəsinə yetişməsi isə vaxt sərf eləyir, ibadət, itaət sərf eləyir ki, əziyyət tələb eləyir ki, insan onun vasitəsi ilə möminliyə yetişsin. Allah Teala Quran-ı Kərimdə buyurur ki, oxuduğum bu surənin, İnfal surəsinin ayəsində buyurur ki, İnnəməl mu'minunə əlləzinə izə zükrəlləh vəcilət qulubuhum. Buyurur, möminlər yalnız o şəxslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan titriyər. Bu bir sifətdir. İkincisi buyurur və izə tuliyyət aleyhim əyətuhu ki, onlara Allahın ayələri oxuduğu zaman imanları daha da artar və onlar ancaq öz Rəblərinə təvəkkül edərlər və alə Rabbihim yətəvəkkəlun, öz Rəblərinə təvəkkül edərlər. Vəl-ləzinə yuqimunəs-salətə və o şəxslər ki, namaz qılarlar və mimma rəzəqnahum yunfiqun və Allah yolunda infaq edərlər. Bu ayədə, bu surənin ayəsində Allah Teala
5 dənə xüsusiyyət, mühüm xüsusiyyəti işarə edir. Biri, üç xüsusiyyəti insanın mənəviyyatı üçündür. 2 xüsusiyyəti isə, xasiyyəti isə əməli baxımdandır. Bu o deməkdir ki, yəni 3 mənəvi xüsusiyyət bunlardır ki, yəni budur ki, biri məsuliyyət hissidir, ikincisi imanın təhkimləşdirilməsidir, üçüncüsü də təvəkküldür. Bu ki, o şəxslər ki, yalnız mömündülər ki, bu ayədən 5 dənə xüsusiyyət doğur. 3'ü insanın mənəviyyatı üçündür, ikisi isə əməli baxımdan istifadə olunur. Burada nələr var? Burada bir xüsusiyyət dedi ki, məsuliyyət hissidir, imanın təhkimləşdirilməsidir, kamilləşdirilməsidir, üçüncüsü də təvəkkül eləməkdir. Məsuliyyət ona görə bu ayədə ifadə olunub ki, insan hər bir zaman Allah qarşısında, istər ibadətində, istər duasında, hər bir duasında, hər bir işində gərəkdir məsuliyyətli olması mütləqdir. Ona görə bu ayədə məsuliyyəti irəli çəkib. O ki, deyir ki, İnnəməl mü'minunəl-ləzinə zukrəlləhu vəcilət qulubuhum ki, o yalnız o şəxslər mömündülər ki, onların qəlbləri qorxar Allahın adı zikr olunanda, çünki o bəndə Allah qarşısında, kimin qarşısında olmasını düşünür və o məsuliyyət daşıyır, o məsuliyyət üzündən insanın qəlbi qorxuya düşür. Ona görə bu ayədə ki, xüsusiyyət amillərdən biri budur ki, yəni məsuliyyət hissi. Ərəb dilində də buradakı vəcilət sözü ki, istifadə olunub, vəcilət budur ki, yəni görkəmli, əzəmətli, fəzilətli bir şəxsin qarşısında olan qorxuya deyilir. Görürsən, bir nəfərin yanına gedirsən, görürsən, əzəmətli bir adamdır. Onun yanına gedəndə, onun heybətindən, fəzilətindən, əzəmətindən insanın qəlbinə biraz qorxu düşür. Heç danışmaq da olmur bəzən. Yəni, bu da həmin bu qorxu da Allahın qarşısında, əzəməti qarşısında insanın qəlbinə qorxu düşməsidir. Ərəb dilində qorxu çoxdur. Məsələn, xavf da qorxudur. Yəni, namazı xuşu ilə, xovla qılmaq, bunlar ayrı bir qorxulardır ki, amma bu ayədə bu qorxu məsuliyyət qorxusudur. Allahın böyük məqamı və sonsuz heybətini dərk etmək bu insanda qorxu əmələ gətirir. Və Allah Teala buyurur ki, həm də ki, məsələn, insan Kur'an'ın qarşısında, Allah Kur'an'da buyurur ki, لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلِ لَرَيَأْتُهُ خَاشِعًا وَمُتَسَدِّعًا مِنَ الْخَشْيَةِ اللّٰهِ Əgər deyir, biz bu Kur'an'ı dağa nazil etsəydik, sən onun Allah'ın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Yəni, Kur'an'ın əzəmətinin qarşısında buyurur, dağ parça-parça olardı. O Kur'an'ı ki, qəbul eləmək böyük bir məsuliyyət tələb edir. İnnəmə yaxşiyəllah min ibadəhu uləma Bəndələr arasında Allah'tan yalnız alimlər qorxar. Nəyə görə? Çünki Allah'ın əzəmətini neyniyir? Dərk edir. İkincisi də budur ki, insanın imanının artmasına işarə olunur. Tuliyyət əleyhim əyətuhu zadətuhum imanən ki, insanın imanının təkamülünə gedib çıxır ki, əgər Allah'ın ayələri onlara oxuduğunda zaman imanları daha da artar. Yəni, bu ayədə insanın bir məsuliyyət daşıması, bir imanının təkamülə getməsi, üçüncüsü də təvəkkül etməsi ki, Allaha təvəkkül etməsi. Çünki Quranda bir ayə var, buyurur ki, yalnız möminlər Allaha təvəkkül eləyər. Və ələ Rabbihim yetəvəkkəlun. Buyurur ki, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər. Bu üç xüsusiyyətdən olandan sonra səbəb olan insanın Allahla bağlığı və Allahın bəndələri ilə əlaqəyə nail olmağıdır. Yəni, bu üç xüsusiyyət ki, insanda oldu, bəli, iki amil vardır ki, onlardan da biri Allahın bəndələri ilə əlaqəsi və bəndələrlə əlaqəsi. Və buyurur ki,
bu xüsusiyyətlər olandan sonra, bəli, həmən şəxs namazı da bərpa edər və infaq edər. Çünki ayənin axırında buyurur ki, onlar o şəxslərdir ki, namaz qılarlar və infaq eləyərlər. Onlar öz Rəblərinin yanında dərəcələri vardır ki, Allah Teala Quran-ı Kərimdə buyurur: "Əllezine yuqimunəs-salah və mimma razaqnahum yunfiqun lahum dərəcatun ində rabbihim." Onların Allah yanında dərəcələri vardır. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, Allah Teala buyurub, İzzət cəlalıma and olsun ki, mömin bəndəmdən sevimli bir varlıq yoxdur. Və başqa bir hədisdə buyurur ki, müminin hörməti Kəbədən üstündür. Bir müminin hörməti. Və bir müminin hörməti buyurur ki, Kəbədən. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, müminin hörməti Kəbədən hörmətlidir. Mömin salamı əvvəl verər, münafiq isə gərək mənə salam versin deyər. Mömin insan birinci salamı verir. Amma münafiq insan buyurur ki, Həzrəti Peyğəmbər salavatullah, o istəyər ki, ona salam versinlər. İmam Rıza əleyhissalam buyurur ki, mömündə 3 xüsusiyyət olmasa, o mömin deyil. Bir xüsusiyyət Allahdan, bir xüsusiyyət Peyğəmbərdən, biri də Allahın vəlisindən, imamlardan. Allahdan odur ki, sirləri örtbasdır edər. Mömin sir açmaz. Allah ki, Səttaral uyubdur, eyibləri örtəndir, sirləri örtəndir. Bəli, mömin də Allahdan götürdüyü bir xüsusiyyət budur ki, sirri örtülü saxlamaq. Peyğəmbərdən götürmək odur ki, xalqla mülayimlik. İmamdan götürdüyü budur ki, xüsusiyyət çətinlik və sıxıntılara səbr eləmək. Çünki Həzrəti Peyğəmbər və onun əhl-i beyti, 14 məsum, 12 imamlarımız hamısı sıxıntı üzündə, əziyyət üzündən həmişə səbirli olublar. Quran-ı Kərimdə buyurur ki, qəd əfləhəl müminun, möminlər nicat tapacaq. Bu ayədə möminlərin nicat tapması budur ki, bəzi insanlar şifaət eləyəcəklər, peyğəmbərlər, alimlər, kimlər olar, nicat tapacaq. Amma burada mömin isə özü öz əməli ilə nicat tapacaq. Quran buyurur ki, qəd əfləhəl müminun. Daha onlara axirətdə kimsə şəfaət eləməyə ehtiyac yoxdur. Onlar özü şəfaətçidirlər və özü nicat tapacaq. Mömin sözü Allahın adlarından biridir. Bəli. Amma bunun əksi isə insanın möminlikdən çıxması, yəni bu cürnəki əks tərəfi Allah Teala Quran-ı Kərimdə buyurur ki, Həzrəti Peyğəmbər salavatullaha və Peyğəmbər salavatullah da buyurur, bu hədisi deyin, buyurur ki, mömin qorxaq olar, amma yalan danışmaz. Allah Teala Quran-ı Kərimdə buyurur ki, fəla tutu'il mukazzibin. Peyğəmbərə buyurur ki, yalancı adama itaət eləmə. Və sonra buyurur ki, və la tuti' kullə həllafin məhin. İtaət etmə tez-tez and içənə. Görürsən, bir nəfər öz yalanını doğurtmaq üçün o qədər tez-tez and içir. Buyurur ki, tez-tez and içənə və alçağa itaət eləmə. Sonra buyurur ki, həmmazın məşain binəmim. Buyurur ki, eyb axtarana və söz gəzdirənə itaət eləmə. Bir nəfər buyurur ki, nə qədər ki, dünyada öz eybim qutarmayıb, başqasından eyib axtarmadım. Sonra buyurur ki, məna'in lil xayri mu'tədin əsim. Xeyrə mane olana. Bir nəfər görsən, xeyir iş görmək istəyir, amma ona mane olur ki, qoy onu eləməsin. Bu cür insanlara buyurur ki, itaət eləmə. Və sonda buyurur ki, və utillin bə'də zəlikə zənim. Buyurur ki, kin saxlayana və çox yeyənə, kobud və bədgüman adama itaət eləmə. Həzrəti Peyğəmbər buyurur ki, sizə ən şər adamdan xəbər verin. Buyurdular, bəli, buyur. Buyurdu ki, onlar çox
söz gəzdirən və dostlar arasında təfriqə salan və pak və günahsız insanlardan eyib axtaranlardır. Bu sifətlər mömində olmayan sifətlərdir. Bizlər üçün də nümunə o şəxslərdir ki, Peyğəmbər və onun əhl-i beyti və bizim şəhidlərimiz də bu sifətlə əlinə bayraq alıb, öz torpaqlarımızı geri qaytarıb və şəhadətə yetişdilər. Allahdan dua eləyək inşallah, Allah bütün şəhidlərimizi rəhmət eləsin, cəmi yaxınlarına da səbir versin. Allah dualarımızı, itaətlərimizi qəbul eləsin inşallah. Əssalamu aleykum cəmiyyən və rəhmətullahi və bərəkatuhu. Peyğəmbər alı Peyğəmbərə səlavat hədiyyə eləyək.